Beynəlxalq Qadınlar Günü hər il təntənə ilə qeyd edilir. İctimai, siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısı olan qadınların yüksəldilməsinə həsr olunan görüşlər keçirilir. Bakı Kitab Mərkəzində təşkil olunan musiqili poeziya axşamı da bu silsilədən yadda qalan oldu. Biz hər il ənənəyə sadiq qalaraq 7 mart Bakı Kitab Mərkəzində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş gözəl konsert proqramı ilə çıxış edirik. Bizim Filarmoniyanın kollektivləri, solistləri, mahnı rəqs ansamblının artistləri, rəqqasları çox ürəkdən bu tədbirə qatılırlar və gözəl rəngarəng konsert proqramı hazırlamışıq bu gün də. Konsertdə solistlərin, gənc pianoçuların, vokal ifaçıların çıxışları həm Azərbaycan, həm də dünya bəstəkarlarının əsərləri təqdim edildi. Bu tədbirdə iştirak etməyimə çox məmnunam və bizim bugünkü çıxışımız pilotlarımıza həsr olunacaq. İfa edəcəyim mahnı musiqisi Mehriban Əhmədovaya, sözləri Mahir Cavadlıya məxsus olan Son Uçuş mahnısı. Ədəbi bədii gecədə vətən qarşısında vəzifə borclarını ləyaqətlə yerinə yetirən qadınların da xatirələri yad edildi. Sonda təyyarə qəzasında həyatını itirən milli qəhrəman Hökümə Əliyevaya həsr olunmuş mahnı səsləndirildi. Arzu Yusif, Zaur Dadaşov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.